q samitinin ifadə elədiyi səslərə baxırıq. Dilimizdə q samiti 4 səsi ifadə eləyir. Q-nın özü k, x və q samitlərinin, yəni q səslərini ifadə eləyir. Q nə vaxt q olaraq tələffüz edilir? Əgər q-dan sonra, daha doğrusu q sözün əvvəlində gələrsə, məsələn, qələm və yaxud da q samiti iki saitin arasında işlənərsə, məsələn, naqil, aqil, bu sözlər deyə bilərik. Daha sonra q samiti cingirtli samitdən əvvəl işlənərsə, məsələn, miqyas və alınma sözlərdə q samitindən sonra saitlə başlanan söz ya da şəkilçi gələrsə, məsələn, nə deyə bilərik? Üfüq açılır. Üfüq açılır. Belə bir nümunə. Məntiq öyrən. Belə bir nümunə deyirik. Yəni q-dan sonra sait işlənib baxın. Deməli bu q olduğu kimi tələffüz edilir. Bu halda q elə q kimi tələffüz edilir. Bəs nə vaxt q k kimi tələffüz edilir? Q əsasən bu nə vaxt baş verir? Alınma sözlərdə. Məsələn, üfüq xətti. Üfüq hansı sözlər qrupuna daxil idi? Alınma sözləri idi. Bunlarda q əvəzlənməsi baş vermirdi. Əgər özündən sonra sait gəlirsə q olduğu kimi qalır. Digər hallarda isə q öz kar qarşılığına çevrilir. Daha sonra kar samitdən əvvəl, söz ortasında kar samitdən əvvəl işlənərsə, məsələn, nə deyə bilərik? Təqsir sözünü. Təqsir sözünü demək mümkündür burada. Q nə vaxt, daha doğrusu q nə vaxt x səsini ifadə elədi? Milli və çox hecalı sözlərdə özündən sonra sait gəlməsə x səsini ifadə eləyir. Məsələn, nə deyirdik? Qonaq, qonaqlar, qonaq otağı. Və yox, burada səhv getdi. Otağı sözü deyildi. Üzrlü sayın, otağın burada qeyd eləməli deyiləm, çünki özündən sonra otağı sözü saitlə başlayır. Bizə lazımdır samitlə. Məsələn, qonaq gəldi. Samitlə söz gəlməli idi. Q tələffüz edilir x kimi. Amma özündən sonra saitlə başlayan söz gələrsə, məsələn, qonaq otağı, o zaman q kimi tələffüz edilir. Özündən sonra saitlə başlayan şəkilçi gəldikdə isə tələffüzdə q, ümumiyyətlə yazılışda da q yoxdur. Ona görə çevrilmədə, yəni səs dəyişməsi də müşahidə edilmir.